Bismillahirrahmanirrahim. Hörmətli müsəlmanlar, hər biriniz Allahın salamı ilə salamlayıram. Quran-ı Kərim Allahın kitabıdır. Allahın sözüdür. Allahın nurudur. Allah tərəfindən qorunan bir kitabdır. Və tarix boyu hər zaman İslam və Quran düşmənləri Quran-ı Kərimə qarşı təxribatlar, müəyyən fikirlər, düşüncələr irəli sürmüş və sürəcəklər. Necə ki, Uca Allah buyurur, Bismillahirrahmanirrahim, yuridunə liyutfi'u nurallahi bi əfvahihim, vallahu mutimmu nurihi vələv kərihəl kafirun. Onlar öz ağızları ilə Allahın nurunu söndürmək istəyərlər. Allah isə öz nurunu tamamlayar, kafirlər istəməsə də belə. Mənə bir video göndərdilər və orada deməli, yeni bir firqə çıxıb. Çox qəribəsi budur ki, hamısı İngiltərədən çıxır bu firqələrin. Həmin bu firqə özünü, deməli, bir nəfər başlı götürüb və Mehdi olduğunu deməli, iddia edir. Və belə bir ayət olduğunu iddia edirlər Quran-ı Kərimdə. Ya yuhəllezine amanu, ayəti də özüm oxudum. Aminu bin nəbiyyi və bil vəli. Ey iman edənlər, Peyğəmbərə və onun dostu, vəlisi olana iman edin. Sözsüz ki, bu ayətlər batil ayətlərdir. Və siz nə qədər çalışsanız da, nə qədər cəhd etsəniz də, Allahın kitabını dəyişdirə bilməyəcəksiniz. Nə qədər istəsəz də, istəməsəz də, Allah o nurunu tamamlayacaq. Nə etsəniz də, nə hilələr etsəniz də, zaten hilə etməyimiz hər zaman bəlli olub. Uca Allah buyurur, وَمَكَرُوا وَمَكَرَ اللّٰهِ وَاللّٰهُ خَيْرُ الْمَاكِرِينَ. Onlar hilə etdilər. Allah da onların hiləsinin önünə başqa bir hilə çıxardar. Allah hilə edənlərin, yəni plan quranların ən gözəl plan quranıdır, hilə edənidir. Allah öz nurunu tamamlayacaq. Ona görə batil ayətlərlə siz müsəlmanları çəşdirə bilməzsiniz. Əlhamdülillah, yer üzərində hafizlər var. Milyonlarla hafiz var. Azərbaycanda da çoxlu hafizlər var. Allaha həmd olsun. Və siz nə qədər də çalışsanız, insanları bu azğın fikirlərlə, düşüncələrlə çaşdıra bilməyəcəksiniz. Uca Allahın kitabı bəllidir. Uca Allahın kitabı hər zaman qorunan bir kitabdır. Və siz onu heç zaman dəyişdirə bilməyəcəksiniz. Çünki Uca Allah onun qorunmasını öz üzərinə götürüb. İnna nahnu nazzalna zikra və inna lehu lahafizun. Biz bu Quranı indirdik və biz də onu qoruyub saxlayacağıq. Esselamu aleyküm.